Herkese salamlar. Mən Rəyzat müəllimi Qabil Abbasov. Bugün DİM 2025 Rəyzat 9 ilə test toplusunun funksiyalar və qrafiklər mövzusuna baxacağıq. Gəlin başlayaq birinci sualdan. Bizə belə bir sual verilib. Deyir ki, y bərabərdir 3x-2 funksiyası vermişdir və cədvəldə verilib ki, x, y, 5, b və a 4. X-ə 5 verdikdə y a alır. Yəni x-ə 5 versə funksiyada y-imiz olur a. 3 vur 5 çıx 2 bərabərdir 13. X-ə b verdikdə y 4 alır. 4 bərabərdir 3b çıxaq 2. B bərabərdir 2-yə. Bizdən soruşur a üstə gələk b-ni. Bu da bərabərdir 13 üstə gələk 2 bərabərdir 15-ə. İkinci sual eyni tip məsələdir. Bunu siz yazırsınız. Keçdik üçüncü suala. Üçüncü sualda bizə deyilir. Y bərabərdir 3x üstə 2 funksiyasının x bərabər 2.8 qiymətini tapın. X-in yerinə 2 qoyub hesablayacaq. Eləcək 8. 4. Dördüncü sualımız belədir. Bizə deyilir kx üstə b xətti funksiyasının qrafikına görə k və b-nin işarələrini müəyyən edin. İlk olaraq y bərabərdir kx üstə b funksiyanın işarəsinə baxsaq, əgər k-mız böyük, b-miz də böyük olarsa, funksiyamızın qrafiki birinci və üçüncü rübdən keçir. K-mız kiçik, b-miz böyük olarsa, funksiyamızın qrafiki ikinci və dördüncü rübdən keçir. Birinci və üçüncü rüb. Bunları nəzərə alsaq, burada baxırıq ki, k-mız kiçikdir 0, ikinci və dördüncü rübdən keçdiyinə görə. B-miz x-ə 0 verəndə b hardanır? B-nin qiyməti burada deyil, b-miz də böyükdür 0. K kiçikdir 0, b böyükdür 0. A variantı. Eyni sualdır. Bura baxsaq, birinci, üçüncü rübdən keçdiyinə görə k böyükdür 0, b böyükdür 0. 5-ə doğru cavab b variantı. 6-cı sual. K kiçikdir 0 olduqda harda yerləşir? 2-ci, 4-cü rübdə. K böyükdür 0 olduqda harda yerləşir? 1-ci, 3-cü rübdə. 8-ci sual. 8-ci sual bizə deyilir. Y bərabər x kvadratındakı parabolun təpə nöqtəsinin koordinatlarını tapın. İlk olaraq x-ə 0 versək, y-in qiyməti eləyir. X 0, y 8. Y 8 b variantı. 9-cu sual. Təpə nöqtəsinin koordinatlarını tapın. 9-cu sual. X-ə 0 versək neçə tapırıq? X 0 olsa y-imiz neçə olur? 10. 0, 10. Parabolun təpə nöqtəsinin koordinatlarını x-ə 0 verdikdə y-imiz olur neçə? 17. Parabolun təpə nöqtəsinin koordinatlarını tapın. X-ə 0 versək y-imiz neçə olur? Mənfi 4. 0, mənfi 4. Funksiyalardan hansılar xəttidir? Xətti funksiyası olmaq üçün bir dənə dəyişən olmalıdır. Birinci, üçüncü, ikinci, bu kvadratik funksiyadır. Bir də 6-cı. Bu da tərs funksiyadır. Azalan funksiya. 1, 2, 3, 6. 1, 2, 3, 6. 12 D variantı. Eyni qayda 13-cü sualda eyni tərtibdə siz yazırsınız. Düz mütənasib asılının qrafikinə görə k-nın əmsalını tapın. K-mız nədir uşaqlar? Şöyle k-mız bərabər nəyə? Tangens alfaya. Yəni y bərabərdir kx üstə b funksiyasında k-mız nədir? Tangens alfaya. Tangens alfada nədir? Uşaqlar, y-in x-ə nisbəti. Y-in x-ə nisbəti. Funksiyanın qrafikinə baxsaq, tangens alfaya. Bu düz uzaqda uşaqlar. Gündüz çəksək, y-imiz neçədir? 4. Bu hissə məsafə 4. Buradan bura nədir? 1. Tangens alfamız nədir? 4 bölək 1 bərabərdir 4-ə. Müsbətmi, mənfimi? Onun üçün qrafika baxır. Qrafikimiz harada yerləşir? 1-ci, 3-cü rübdə. Onun üçün müsbət 4 olacaq.
Eyni qaydada bax açılın qrafikini görün. Bax şolar. Koordinat başlanğıcından keçdiyinə görə b-miz bərabər 0 burada. Y bərabərdir kx. Yəni k buradan bərabərdir y bölək x-ə. 5 bölək 2 bərabər 5 bölək 2. O deyir 2,5. Yenə burada harada yerləşib? İkinci, dördüncü rübdə. B-miz yenə 0'dır. K-mız amma mənfidir. Kaç istəyir 0 olacaq. Yəni tangens alfa və yaxud k bərabər nəyə? Y bölək x-ə. Y-imiz neçədir? Sıfır tam mənfi 2 bölək 0,4. Y-im nəzdir? Mənfi 2. X-imiz nədir? 0,4. Mənfi 2 0,4'də bölün neçə düşür? 5. Mənfi 5. K-nı tapın. Yenə 6 bölək 3 bərabərdir 2'yə. Birinci rübdə olduğuna görə. Xətti funksiyanın qrafik OX oxun hansı nöqtədə kəsir? Burada OX oxu dediyinə görə uşaqlar, OX oxunda Y bərabər nəyə? 0'a. Y 0 olduğundan tapırıq. 4'də 1 x çıxaq 5 bərabərdir 0'a. 4'də 1 x bərabərdir 5'ə. X də bərabər nəyə? 20'yə. X-imiz 20'dir, Y-imiz nə idi? 0. 20 0 nöqtəsində. Qrafik ordinat oxu nədir? Y oxu. Y oxunda x bərabərdir 0'a. X 0 olduqda y-imiz nə olur? 4. 0, 4. Hansı nöqtə y funksiyasının qrafiki üzərindədir? Qrafik üzərində demək oldu ki, həmin nöqtəni bu funksiyanın yerinə qoyuruq. Əgər bərabərlik alınırsa, demək həmin nöqtə bu funksiyanın üzərindədir. Məsələn, x-ə mənfi 30 verəndə eləyir 60 üstə 65. Bu 75'dir. Bu səhvdir. 35 verəndə eləyir 70 üstə 5'də 75. B variantı ödədir. Doğru cavab B variantı. Qrafiki üzərindədir. Yenə deyir. Variantda yenə qoyub hesablayırsınız. Hansı bərabərlik doğru alınsa, o funksiya, o nöqtə həmin funksiyanın üzərində yerləşir. 22-ci sualda eyni qaydadadır. 22-ci sual. K-nın hansı qiymətində y bərabərdir k bölü x funksiyasının qrafiki? Şöyle bu birinci x'in qiyməti, ikinci y-in nöqtə qiymətidir. Yerinə qoysaq hesablasaq eləyir. Y bərabərdir k bölü x. K-mız nəyə bərabərdir? X vur y-ə. Bu da bərabərdir. X-imiz nədir? Mənfi 5 kökdə 3 vur kökdə 3. Bu da eləyir mənfi 15'ə. Eyni qaydada yenə 2 1'ə vuran deyilir 2. 25. K-nın hansı qiymətində y bərabərdir k bölü x funksiyasının qrafiki mənfi 1 3 nöqtəsində yerləşir. Mənfi 1 3'ə vuran deyilir mənfi 3. K-nın hansı qiymətində k mənfi 2 nöqtəsi funksiyanın qrafiki üzərində yerinə qoysaq x-imiz k mənfi 2 bərabərdir 6 bölək k mənfi 2k bərabərdir 6'ya k da bərabərdir nəyə? Mənfi 3'ə. K-nın hansı qiymətli mənfi 3 mənfi 4'ə vuran deyilir müsbət 12. 28-ci sual. Eyni suallardır. K-nı tapanda y-i vurur x-ə. 2 mənfi 4'ə vuran deyilir mənfi 8. Mənfi 5 yenə. Mənfi 5 bərabərdir 15 bölək k-ya. K da bərabər nəyə? Mənfi 3'ə. Y bərabərdir k üstəcə B düz xəttinin qrafikinə görə k çıxaq B fərqini tapın. Şöyle x-ə 0 versək nə alırdı? B-ni. B bərabər nəyə? 2. B 2 olduğundan k-nı necə tapırdıq? X bölək y bölək x-ə. Y-imiz nədir? 2. X-imiz nədir? Mənfi 2. 2 mənfi 2'yə bölündə mənfi 1. K-mız nə oldu? Mənfi 1. Mənfi 1'dən də 2 çıxanda eləyir mənfi 3. Müsbət 2. Uşaqlar, müsbət 3 deyir burada. Niyə? Çünki k-mız mənfi olmaz. Niyə mənfi olmur? Çünki bu qrafikimiz harada yerləşir? Birinci, üçüncü rübdə. Birinci, üçüncü rübdə nə demişdik? K-mız böyükdür 0'dan.
Yəni x-in mənfi 2 verəndə eləyir mənfi 2k. B-miz nə idi? 2 bərabər nəyə? 0-a. Buradan k tapdıq 1. 1 çıxaq 2 bərabər nəyə? Mənfi 1-ə. Deyək ki, arqumentin mənfi 2-yə bərabər qiyməti üçün uyğun qiymətini tapın. Arqument nə idi? X. Funksiyanın uyğun qiyməti nədir? Y. Arqumenti mənfi 2 verəndə y-i soruşur bizdən. Y bərabərdir 5 vur mənfi 2 çıx 2 böl 6 bərabərdir. Bu bizə verir mənfi 10 çıx mənfi 12. Mənfi 12-ni 6-ya böləndə düşür mənfi 2. Bax, eyni qaydada 32 arqumenti verir, yəni x-i verib sizdən y-i soruşur. Siz yazırsınız. 33. Arqumenti mənfi 4-ə bərabər qiymət üçün y bərabər funksiyasının uyğun qiymətini tapın. X-in yenə mənfi 4 verəndə kvadratı bizə verir 16 üstə gələk 2 bərabərdir 18. Arqumentin mənfi stimulunda 2-yə bərabər qiymət üçün y bərabər nömrə funksiya qiyməti üçün tapın. Bəli, bərabərdir 10 bölək mənfi 0,2-yə. Bu da bərabərdir mənfi 50-yə. Qrafiki 0, 0 və 1, 3 nöqtələrindən keçirsə, K və B-ni tapın. Uşaqlar, ilk olaraq nə ayırırıq? K, X. X nədir? 0. Yəni, 0 versək, B-miz bərabər nəyə? 0-a. 1, 3 versək, eləyir K üstə gələk. B bərabər nəyə? 3-ə. B-miz 0 olduğundan K-mız da bərabər nəyə? 3-ə. K-mız 3, B-miz 0. Bu nöqtələri yenə qoyub hesablayırıq. Sistem tənlik yaranır. 36. Eyni qaydada. Sıfır sıfır versək yenə B-miz bərabərdir 0. X-ə 0 verdik, Y-ə 0 verdik. Qaldı B. X-ə 2 verəndə eləyir 2K üstə gələ 0. Bərabər nəyə? Mənfi 6-ya. K-mız da bərabər nəyə? Mənfi 3-ə. K-mız mənfi 3, B-miz 0. D variantı. 37. Qrafikinə görə K və 3 ifadəsinin qiymətini tapın. Qrafikimiz sadələşir 2-ci, 4-cü rübdə. K-mız nədir? 2 0. B-miz nədir? Böyükdür 0. X-ə 0 versək, funksiyanın qiyməti 3 deyinə B-miz olur 3. Yəni, X-ə 0 verəndə 0 üstə gələk B bərabər nəyə? Y-ə 3-ə. B-miz oldu 3. X-ə 1 versək, eləyir K üstə gələk. B-miz nə oldu? 3. Bərabər nəyə? 0-a. K-mız oldu nə? Mənfi 3-ə. Yəni, mənfi 3 çıx 3 vur 3. Bu deyir mənfi 12. 38-ci sual. Eyni qaydada bax, 2-ci və 4-cü rübdə yerləşir. Şərtlərimiz deyir, K-mız böyük 0, B-miz nədir? Kiçik 0. Yəni, X-ə 0 versə, B-miz olur nə? Mənfi 5. Y oxunda kəsdiyi qiymət B-nin qiyməti, uşaqlar. Qrafikin X, Y oxunda kəsdiyi nöqtə B-nin qiymətidir. İkinci döndük, K-mız nədir? Kiçik 0. Tapırıq. X-ə mənfi 1 verəndə eləyir mənfi K çıx 5 bərabər nəyə? 0-a. K-mız nədir? Mənfi 5-ə. Mənfi 5 mənfi 5 B-mizdə tapdıq mənfi 5. Eləyir mənfi 10 mənfi olduğuna görə eləyir üstə gələk 5 bərabər nəyə? Mənfi 5-ə. Keçdik 39-cu sual. 39-cu sualımız belədir. Bizə deyir ki, düz xəttin üzərində absisi ordinatdan 2 dəfə böyük olan nöqtəni tapın. Düz xətti üzərində absisi ordinatdan 2 dəfə böyük olan nöqtəni tapın. Yəni, x-imiz bərabər nəyə? 2y-ə. Bir ifadəni gətirib yerinə qoysaq, taparıq ki,
eləyir y bərabərdir. X-ə 2y qoysaq eləyir mənfi 3y üstə gələk 8-ə. 4y bərabər 8-ə, y bərabərdir nəyə? 2-yə. Y kiçiksə x-imiz nədir? 4. Yəni 4, 2 nöqtəsi. Ordinat absisindən 2 dəfə böyük olan. Yəni y bərabərdir 2x-ə. Eyni sual tipidir. Bunu siz yazırsınız. 41-ci sual. Bizdən soruşur nəyi? F4 çıx F2. Yəni x-in 2 qiymətli funksiyanı soruşur. Yerinə qoysaq bizə tapırıq ki 2 vur 4-ün kvadratı çıx 13 çıxaq. 2 vur 2-nin kvadratı çıxaq 13. Burada çıxma görə olur. Üstə gələk 13 bərabərdir. 13-lər getdi. 16, 32 çıx 8 bərabər nəyə? 24-ə. Eyni qaydadan F4-ümüz bərabərdir. Hesablayanda 4 vur 4-ün kvadratı çıx 18 bərabər 64 çıx 18 bərabər nəyə? 46-ya. F3-ümüz də bərabərdir. 4 vur 3-ün kvadratı çıx 18 bərabərdir. 36 çıx 18 bərabərdir 18. 46-dan da 18 çıxanda qalır 28. 43-cü sual. Bəxlə dediyimiz qayda nə idi? OY olanda x-imiz nədir? 0. X-imiz 0 olduğundan F0 bərabərdir. Yəni 0-ın kvadratı üstə gəlir 3 vur 0 çıx 10 bərabər nəyə? Mənfi 10-a. Yəni bizdən ordinatı soruşur deyəni eləyir mənfi 10. OY oxuyucu kəsmə nöqtəsinin ordinatını tapın. X-imiz 0, y-imizi soruşur. X-ə 0 deyilir mənfi 7. Nöqtələrdən hansısa sıfırdan təliyin qrafikına aiddir. X-ə hesablayırıq yerinə qoyub. 5 verəndə eləyir 1, 9 verəndə 27. Bu ödəmir. 0 verəndə 0, 3 verəndə mənfi 9. Bu da ödəmədir. Mənfi 1 verəndə mənfi 0,2, 2,8 vuranda eləyir 8,4. Toplamda ödəmədir. 5 verəndə 1, 3 verəndə 9. Ödəmədir. Y variantı. 5 verəndə 1, mənfi 3 verəndə müsbət 9. Toplamda eləyir müsbət 10. Eyni qayda 46-cı sualdır. Siz yazırsınız. Keçdik 47-ci suala. 47-ci sualımız bizə deyil. Hansı qrafik y bərabər 3x mənfi 2 funksiyasının qrafikinə uyğundur? X-ə 0 verəndə y-imiz nə olur? Mənfi 2. Yəni p-miz mənfi 2 olduğuna görə kəsişmə haradan kəsişir? Mənfi 2 nöqtəsindən. Burada mənfi 3-də kəsişir. Bu səhvdir. Burada mənfi 3-də kəsişir. Bu da səhvdir. Burada mənfi 2-nə kəsişir. Bunu saxladıq. Burada da səhvdir. Qiyməti verməyiblər. Qaldı bu 2 nöqtə. Burada neçənci rübdə yerləşir? 2-ci, 4-cü rübdə. Burada nədə yerləşir? 1-ci, 3-cü rübdə. İlk olaraq baxdıq. K-mız nədir? Böyük 0. Yəni müsbət olduğuna görə harada yerləşəcək? 1, 3-də. B variantı. Doğru cavabımız nədir? B variantı. Keçdik 48-ci suala. Eyni qaydadır. X-ə 0 verəndə y-in qiyməti. Yəni B-miz nədir? 3-dür. 3 olduğundan baxırıq. 3. Yəni bir dənə B variantı ödəyir. Funksiyanın kəsmə nöqtəsi. Əgər ki funksiyanın kəsmə nöqtəsini soruşursa bizdən bu funksiyalar bir-birinə bərabər götürürük. Mənfi 3x çıxaq 10. Bir də verib bizə y bərabərdir x çıxaq 2 funksiyası. Kəsmə nöqtəsini soruşduğuna görə bu funksiyalar bir-birinə bərabər götürürük. X çıxaq 2. X-i tapırıq. Eləyir mənfi 4x bərabərdir müsbət 8. X bərabər nəyə? Mənfi 2-yə. Yerinə qoysaq eləyir mənfi 4. Yəni mənfi 2, mənfi 4 nöqtəsi. Eyni tip məsələdir. Siz yazırsınız. Parabolasının təpə nöqtəsi hansıdır? Təpə nöqtəsi uşaqlar. Parabolada bu ifadə nədir? A vuraq x plus m çıx n.
Bu düsturda x'in qiyməti bunun sıfırı, yəni mənfi m, bu da mənfi n. Bu nöqtə parabolun təpə nöqtəsi adlanır. Düsturda hesablananda. Burada x'in sıfırı nədir? Mənfi 3. Mənfi 3 verəndə y-imiz nə alır? Bu ifadə getdi sıfıra. Elədi mənfi 2. Mənfi 3, mənfi 2. C variantı. Eyni qaydada x'in sıfır hansıdır? Mənfi 7. Mənfi 7-də bu ifadə sıfıra getdi. Qaldı müsbət 5. Mənfi 7, 5. Təpə nöqtəsi hansıdır? X'in 5 qiymətində mənfi 7 alır. 5, mənfi 7. Parabolun təpə nöqtəsi hansıdır? Yenə 2, müsbət 3. Funksiyanın kəsmə nöqtəsinin koordinatlarını tapın. Bərabər götürdük 55-ci sual. 3x üstə gələk 11 bərabərdir 4x üstə gələk 10-a. Buradan tapırıq ki, mənfi x bərabərdir mənfi 1-ə, x bərabərdir 1-ə. X-in 1 verdikdə y tapırıq 14. 1, 14 nöqtəsi. 56-cı sual eyni tip məsələdir. 57-ci sual. Təsvir olunmuş düz xətt hansı funksiyanın qrafikidir? Bu nöqtə nədir? 3 nöqtəsi. Birinci, üçüncü rübdə yerləşdiyinə görə k-mız böyütü 0. K-nı da necə tapırdıq? Y bölək x-ə, yəni 3 bölək 3 bərabərdir 1. K-mız nədir? 1. B-mizi necə tapırıq? Şöyle baxın, fikir verin. Hardan yerləşir? Koordinat başlanğıcından keçdiyinə görə nə demişdik? B-miz nədir? 0-a. Y bərabərdir x funksiyası. Təsvir olunmuş düz xətt hansı funksiyanın qrafikidir? Yenə funksiyamız nədir? 2, 4-cü rübdə yerləşdiyinə görə k-mız nədir? 2 0. K-mız 2 0 olduğuna görə y bölək x, yəni 2 bölək mənfi 2, k-mız oldu mənfi 1. Koordinat başlanğıcından keçdiyinə görə b-miz oldu 0. K bərabər, y bərabər nə? Mənfi x funksiyası. B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir? Koordinat başlanğıcından keçmək nə deməkdir? X, y 0 deməkdir. Yəni 0, 0 nöqtəsindən keçirsə, 0 verəndə b-miz olur nə? 0. Qrafik koordinat başlanğıcından keçirdiyinə b-miz nə oldu? 0. Nöqtələrdən hansı bu funksiyaya aiddir? Yəni 61-ci sualımız deyir ki, bu funksiyanın hansı aiddir? Gələk nöqtələrimizə baxaq. Nöqtələr baxanda hansı ifadə x-in yerinə 12 2 versək eləyir 144, bu ödəmədir. Bu böyükdür. 7 verəndə 49, 49-u 2-yə vuranda 98, 12 gələndə 110 eləyir. Bu ödəmədir. 2 verəndə 4, 8, 20. Bu da ödəmədir. 8 verəndə 64, 2-yə vuranda 128, üstün 12 gələndə elədə 140. Bu ödədir. D variantı. 62 nöqtələrin hansı funksiyon qrafikinə aiddir? 8 verəndə 64, 71 edir. Mənfi 1 verəndə müsbət 1, üstünə edəcəndə müsbət 8. 0 verəndə 7, 1 verəndə 8. Doğru cavab nədir? D variantı. Parabolun təpə nöqtəsinin koordinat müstəvisində yerini müəyyən edin. Təpə nöqtəsinin koordinatlarını tapsaq, 63-cü sual. Yəni tutaq ki, A nöqtəsi desək, nə olur? Mənfi 3, 5. X-imiz mənfi, y-imiz müsbət olanda hansı rübdə yerləşirdi? Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Burada x-imiz böyütü 0, y-imiz böyütü 0. Burada x kiçikdir 0, y böyütü 0. İkinci rübdə. Burada x kiçikdir 0, y kiçikdir 0. Dördüncü rübdə x böyütü 0, y kiçikdir 0. X-imiz nədir? Mənfi. Y-imiz nədir? Müsbət. Hansı rübdə yerləşir? İkinci rübdə. Eyni qaydada 64-cü sual. Siz yazırsınız. Hansı düz xətt ordina doğruna paraleldir? İlk olaraq bir dənə koordinat sistemi çəkək və adlandıraq. Y ordinat absis. Bizə deyir ordinat ox. Ordinat oxumuz nədir? Y. Yəni paralel olması üçün belə ya da buradan keçməlidir uşaqlar.
Yəni x bərabərdir hər hansı bir a ədədi funksiyası olmalıdır. Balansı oxudu, harda kəsir? Absisdən. Absisdən kəsdiyinə görə x bərabərdir sabit. Bunun üçün baxırıq funksiyalarımıza. Bu 3x, bu xətti funksiyadır. Bu da xətti funksiyadır. Bu y bərabərdir. Burada ordinata yox, absisə paraleldir D variantından. Deməli nədir? X bərabərdir -3. Absis oxuna paralel olması nə idi? Y bərabərdir sabit olmalıdır. Yəni B variantı. Düz xəttin OX oxuya kəsmə nöqtəsinin koordinatları aparın. OX oxu deyəndə nə idi? Y bərabər nə? 0-a. Y 0 olanda 7x bərabərdir. 7x ötürək 21 bərabər nəyə? 0-a. X-imiz nədir? -3-ə. -3, 0. Yəni, OX oxu deyəndə nədir? Y bərabərdir 0. X-imiz nə olur? -3, 0. Yox, X-imiz nə olur? Müsbət 3. Müsbət 3, 0. Y bərabər 0 olanda x3 müsbət 0. 69. F -2-ni soruşur. -2-ni yerinə qoyanda -2-nin kvadratı üstə gələk 2 vur -2 üstə gələk 3. Bu bizə verir müsbət 4. Mənfi var deyinə qalanda -4 çıx 4 üstə gəl 3 bərabər nəyə? -5-ə. 70-ci sual. A parametrin hansı qiymətində funksiyasının qrafiki -3, 0 nöqtəsindən keçir. Yerinə qoysaq, hesablasaq, tapırıq ki, x-imiz nədir? -3. -3a çıx a üstə gəl 4 bərabər nəyə? 0-a. Üstə gəl 4 bərabər 0. A-mızı tapdıq 1. Eyni sual tipidir. Siz yazırsınız. 72-ci sual. Funksiyalardan hansı xəttidir? Xətti funksiya olmasın 4. Bu kvadratik, bu getdi. Bu da kvadratikdir. Bir də 1. 1, 4. Bu rasional tənlikdir. Xətti tənlik deyil. Məxrəcində dəyişən olan tənliklər rasional tənliklər deyilir. 1, 4. Yetmiş üçüncü sual. İlk olaraq biz funksiyanı tapaq. Y bərabərdir 4x çıx 2x 3x çıxaq 6 bərabərdir. Sadələşdirsək bizə verir 3x çıxaq 6. Bu bizə verir 12x kvadratı çıx 24x çıx 2x. Buna sadələşdir. 3x çıxıq 6. Bu eləyir 12x kvadrat çıx 26. Sıfırlarını yazsaq. Nadır ikimiz var. Buna sıfırlarını eləyir. Biri 0. Biri də 12-də 26. Yəni 2 tam 12-də 2. Yəni x-imiz 2-dən başqa hər şey ala bilər də uşaqlar. Məxrəc 0-ın qiymətindən fərqli ala bilər. Yəni mənfi sonsuzluqdan 2-yə birləşir 2 müsbət sonsuzluqdan hər qiymət ala bilər. 73 B variantı. 74. X-in hansı qiymətlərində y bərabərdir -6 bölü x funksiyası üçün y bölü 0 ödənər. X-in hansı qiymətində? X müsbət qiymətində mənfi olduğuna görə bu azalan funksiyadır. Y kiçik 0 alır. Amma x-in mənfi qiymətində bu böyük alır. Yəni mənfi sonsuzluq 0-dan böyük dediyinə görə 0 olmaz. 0 qiymət alır. Məxrəc 0-dan fərqlidir. Yaxud 0-dan böyük ola bilər. Onun üçün iyiləşir mənfi sonsuzluq 0. B variantı. Parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. X-in 0-da nədən edir? -10. 0, -10. Baxırıq yenə. İkinci,
4-cü rübdə. Dedik, y-dən kəsən oxu bizə verir b-ni mənfi olduğuna görə b kiçikdir 0. İkinci 4-cü rübdə yerləşdiyinə görə k kiçikdir 0. Hər ikisi də 0. Y variantı. Eyni qaydada məxrəcdən fikir versəniz, koordinat başlanğıcından keçdiyinə görə b-miz 0-dır. İkinci 4-cü rübdə yerləşdiyinə görə k-mız nədir? Kiçikdir 0. K kiçikdir 0, b bərabərdir 0. Arqumentin hansı qiymətində funksiyasının qiyməti mənfi 2-yə bərabərdir? Yəni x-i soruşur. X-in hansı qiymətində bu bərabər nəyə? Mənfi 2-yə. 2x çıx 4 bərabərdir mənfi 6-ya. X bərabər nəyə? Mənfi 1-ə. P-in hansı qiymətində düz xətti nöqtəsindən keçir? Nöqtəsindən keçirsə x-in mənfi 1 versək, çıx P vur mənfi 5 bərabər nəyə? 4-ə. Mənfi 1 üstə gələ 5p bərabər 4-ə. 5p bərabərdir 5-ə. P də bərabər nəyə? 1-ə. Yəni 80-cı sual nədir? Bizə yerləşir birinci 3-cü rübdə. Birinci 3-cü rübdə yerləşdiyinə görə baxırıq. Y-dən harda kəsif? Y-in kəsi nöqtə nə verdi bizə? B-ni. B-miz nədir? Böyütü 0. K-mız nə olacaq? Böyütü 0. Birinci 3-cü rübdə yerləşdiyinə görə K böyütü 0, B böyütü 0. B variantı. 81-ci sual. Eyni qaydadadır. Y-miz harda kəsir? Aşağıdan kəsinə görə. B-miz nədir? Kiçik 0. K-mız nədir? Harda yerləşir? 2-ci 4-cü rübdə. Onun üçün k-mız nədir? Kiçik 0. Hər ikisi də 0-dan kiçik. C variantı. 82-ci sual. 82-də bizə deyilir. Mənfi 3, 8 cütür. Bu tənin həlli olarsa B-ni tapın. Həlli olmaz üstündə 5 vur mənfi 3. Üstə gələk. 8 vur B bərabər nəyə? 25-ə. Mənfi 15 üstə gələk. 8B bərabərdir 25. 8B bərabərdir 25. Mənfi olan üstə gələk 15. B də bərabərdir 8B də bərabərdir 40-a. B də bərabərdir 5-ə. Təsəvvürcü sualda deyir işarələrini tapın. Yəni y bərabərdir ax kvadrat üstə gələk bx üstə gələk c tənliyin işarəsini soruşur. Bizdə parabola baxanda c-nin y oxun kəsdiyi nöqtə mənfi olduğuna görə c kiçikdir 0. Qollarımız yuxarı olduğuna görə a böyükdür 0. Parabolanın baş əmsalına baxırıq. B-nin işarəsini təyin edəndə uşaqlar x0, yəni kökdə baxsaq belə düsturumuz var da x0 təpə nöqtənin koordinatlarını tapanda mənfi b bölək 2a. Yəni x sıfırımız böyük olarsa b böyük olsa a kiçikdir 0 olur. Yox. X sıfırımız kiçikdir olarsa a böyük olarsa b'miz nə olur? Kiçikdir 0. İşarəsini tapırıq. Bunun üçün baxırıq. A-mız nədir? Böyükdür 0. Belə qayda, bu qayda düsturumuz belədir uşaqlar. B-miz böyük olduqda x0 işarələri eyni olur. B böyük 0 olanda təpə nöqtəsinin ordunu apsisi ilə A-nın işarəsi əks işarəli olur. Baş əmsalımız böyük 0 olanda. Yox, B kiçikdir 0 olduqda isə apsisi oxu ilə, apsisin qiyməti ilə təpə nöqtəsinin apsisi qiyməti ilə eyni işarəli olur. A böyükdür 0. 0 kiçik 0 olduqda A kiçikdir 0 olur. Bu qaydanı yazın uşaqlar. Bir də bunu. B-nin işarəsini tapanda. Yəni B-miz böyük 0 olduqdan biz A ilə tapışdıq. Böyükdür 0. A böyükdür 0. X0 kiçikdir 0-dan təpə nöqtəsi. Təpə nöqtəsinə baxsaq uşaqlar, x-imiz harda yerləşir? Mənfidə. Mənfidə yerləşdiyinə görə B-miz böyükdür 0-dan. A variantı. Fikir versiniz təpə nöqtəsi.
həm də soldan sağa doğru sürüşür. C tərəf sürüşür B müsbət olduqda. B kiçik 0 olduqda sağdan sola doğru C tərəfə sürüşür. 84-cü suala baxırıq. Eyni qaydada ABC dedik, ilgin kəsri nöqtə bizə nə verir? C-ni. C böyükdür 0. Qollar aşağı olduğuna görə A kiçikdir 0. Təpə nöqtəsi nədir? Müsbət. Müsbət olduqda, təpə nöqtəsi müsbət olduqda, A-mız mənfi olduqda B-miz nə olur? Müsbət. C variantı. Bax, eyni qaydadır. X-imiz böyük 0 olduqda, A-mız kiçik 0 olduqda şərti ödədiyinə görə B-miz nə olmalıdır? Böyükdür 0. 85-ci sual. Deyir 8x çıxaq 2y 14 düz xəttinin qrafiki absisi 3 olan nöqtədən keçir. Bu nöqtənin ordinatını tapın. Absisi 3-dən keçirsə x-in yerinə 3 qoyub y-yi tapacağıq. 24 çıx 2y bərabərdir 14-ə, 2y bərabərdir 10-a, y də bərabərdir 5-ə. Eyni qaydadır 86-cı sual. Siz yazırsınız. 87-ci sual. Bu da eyni tip məsələdir. Bunu da siz yazırsınız. 88-ci sual. 88-də bizə deyilir. M bərabərdir mənfi 5B. N də bərabərdir 3 mənfi 5 nöqtələri OX oxuna paralel olan düz xətti üzərindədir. B-ni tapın. OX oxuna paralel. Uşaqlar, OX oxuna paralel deyirsə, uşaqlar, burada bu sualda OX oxuna gördüyünə görə y-ləri bir-birinə bərabərdir. Yəni y1 bərabərdir y2-yə. Yəni buradan B bərabər nəyə? Mənfi 5-ə. OX oxu dedikdə ordinatları bir-birinə bərabər olur. B-ni tapanda. Parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. 89-cu sual. Y bərabərdir x kvadrat üstə girək 4x çıxaq 2. Parabolun təpə nöqtəsinin koordinatları dediyinə görə bunu ilk olaraq bu şəkildə yazırıq. Y bərabər nəyə? A x plus m üstə girək n. Bu şəkildə yazanda təpə nöqtələri nə idi buradan? Mənfi m müsbət n. Yəni bu şəkildə yazanda bizə verir. Bunu yazanda eləyir x plus bu 2-nin möhtəzə kvadratı çıxaq 6. Niyə 6 yazdıq? Buradan 4 eləyir. Mənfi 6 yazdığı ki, mənfi 2 eləsin. Buradan görünür ki, təpə nöqtəmiz nədir? Mənfi 2, mənfi 6. Cavabımız oldu nə? C variantı. 90-cı sual. Təpə nöqtəsinin koordinatlarını tapın. Eyni qaydadır. İlk olaraq buradan mənfini qabağa versək, eləyir x plus 2-nin möhtəzə kvadratı mənfi 4 olunca müsbət 6. Yəni nə olur? Mənfi 2 müsbət 6. Cavabımız oldu A variantı. Təpə nöqtəsinin koordinatlarını tapın. Eyni qaydadır. Y bərabərdir. Buradan əmsalı çıxarsaq, 2 qabağa çıxarsaq, eləyir x plus 1-in möhtəzə kvadratı çıxaq 8. Buradan tapırıq ki, mənfi 1, mənfi 8. C variantı. Buradan ilk olaraq mənfini çıxarsaq, yəni bunu açıq aydın yazsaq, eləyir mənfi x kvadrat çıx x çıx 4 bərabər nəyə? Mənfi çıxardığında möhtəzədə qalır plus 4. Bu da bərabərdir. Mənfi vursaq, bu bizə nə açır ki, x plus 2-də 1-in möhtəzə kvadratı. 2-də 1 eləyir 4-də 1 çıxaq 4-də 1, yəni 4-də 1 çıxanda çıxaq mənfi 4-də 1-in üstə 4 gələndə neçə eləyir? Bizə verir 3 tam 4-də 3 yazanda
Hər tərəfi mənfiyə vuranda eləyir mənfi x plus 2-də 1-in mörtəzə kvadratı çıx 3/4-də 1. Təpə nöqtələrimiz eləyir mənfi 2-də 1 və mənfi 3/4-də 1. Cavabımız eləyir 4-də 3. 4-də 1 hardan qaldı? 4-də 3. A variantı. 93-cü sual. İlk olaraq buradan baxırıq nəyə? Buradan fikir verilir, görünür ki, uşaqlar, C-miz nədir? Mənfi 2. Mənfi 2 olduğundan mənfi 2 nöqtəsində kəsəcək Y-i. Y-imiz nə olacaq? Mənfi. Yəni C-miz mənfidə olacaq. Burada müsbətdir, bu getdi. Burada müsbət, bu da getdi. Eyni qaydaya baxsaq, burada mənfidir ola bilər. Burada nereden keçir? Sıfırdan. Sıfırdan keçdiyinə görə bu ola bilməz. Keçdik C variantı. C variantından baxırıq, fikir veririk. Hər ikisində qollar nədir? Eynidir. Müsbət olduğuna görə A. Qollar yuxarıdır. Yəni tapaq köklərini. Köklərini tapanda uşaqlar vurğular arasaq eləyir x minus 1, x plus 2. Yəni mənfi 2, müsbət 1. Mənfi 2, müsbət 1 variantında C variantında. Eyni qaydada bunları bloklar arasaq eləyir x minus 3, x plus 2. Yəni müsbət 3, mənfi 2 kökləridir. Müsbət 3, mənfi 2. Bu deyil. Burada mənfi 3, müsbət 2 veriblər. Bu da deyil. Bu da deyil. Burada qollar A müsbət olunca qollar yuxarı olmalıdır. C də deyil. Y variantına baxanda köklərimiz nə idi? Müsbət 3, mənfi 2. Doğru cavab Y variantı. 95-ci sual. Funksiyanın qiymətlər çoxluğunu tapın. Şolar, ilk olaraq biz yazsaq, taparaq ki, x minus 2-nin mörtəzə kvadratı üstə gələk 5. X hansı qiymətləri 2. Bizim qiymətlər çoxluğumuz nədir? N müsbət sonsuzluq. Yəni 5 müsbət sonsuzluq. X-ə 0 versək eləyir 5. 5-i də alır deyinə müsbət eləyir 5 müsbət sonsuzluq. B variantı. Qəşəng sualdır. Qiymətlər çoxluq. Yəni eyni qaydada x plus 2-nin kvadratı çıx nə? 4 çıx 2. Çalması üçün. Bu nədir? Mənfi 2 müsbət sonsuzluq. Mənfi 2 nəyə götürdük? Çünki x-ə 0 verəndə mənfi 2 alır. Və istənilən qiymət verəndə kvadrat olduğundan artır deyinə bu eləyir mənfi 2 müsbət sonsuzluq. 97. A, C verilərin hansı doğrudur? A ilə C. İnşallah dedik nədir? Qollar xal olduğuna görə A böyükdür 0 və Y müsbət istiqaməti kəsdiyinə görə C-miz olur müsbət. A böyükdür 0, C böyükdür 0. C variantı. A, C-ni soçur deyilir ki, yenə eyni qaydada. C-ni harada kəsir, Y harada kəsir, mənfizdə. Deməli, C kiçikdir 0. Qollar xardan olduğuna görə A böyükdür 0. A böyükdür 0, C kiçikdir 0. D variantı. Funksiyası qiymətlər oblasını tapın. Qiymətlər oblasını tapanda yenə qiymətlər oblası, qiymətlər çoxluğu eyni ifadədir. Yəni x yenə x minus 2-nin kvadratı üstə gələk 2 olduğundan deməli bu alır 2 müsbət sonsuzluq. C variantı. Eyni qaydada x minus 3-ün kvadratı üstə gələk 3. Bu alır 3 müsbət sonsuzluq. Təpə nöqtəsinin koordinat müstəvisində yerini müəyyən edin. Koordinat müstəvisində yenə yazırıq ki, x minus 3-ün kvadratı 9 olduğuna görə buradan çıxırıq nəyi? 7-ni. Neyse müsbət 2 versin. Bu bizə verir 3, 7, mənfi 7. Bu nöqtə harada yerləşir? X-imiz müsbət, Y-imiz mənfi. Neçənci rübdə yerləşir? 4-cü rübdə. Təpə nöqtəsinin koordinat müstəvisində yerini müəyyən edin. Bu bizə verir mənfi 4, müsbət 2. Mənfi müsbət harada yerləşir? 2-ci rübdə.
Keçdik 103-cü sual. Bizə verir m-in hansı qiymətində düz xəttlər paraleldir? Sonra paralel olması üçün m-lər, yəni k-lar bir-birinə bərabər olmalıdır. Yəni m bərabər neçəyə? -7-yə. Kəsən düz xəttin bucaqamsı hansı ədəd ola bilməz. Uşaqlar, paraleldə nə dedik? M-lər, yəni k-lar bir-birinə bərabər olmalıdır. Amma burada deyir ki, nə deyir? Kəsən düz xətt bucaqamsı hansı ədəd ola bilməz. -11 olanda nə olur? Paralel olur. Yəni kəsişmirlər onlar. Onun üçün cavab -11. 105-ci sual. K-nın hansı qiymətində düz xəttlər paraleldir? Hansı qiymətində? -16. K-lar bir-birinə nə bərabər olmalıdır? Bucaqamsanı tapın. -8. Düz xəttinə paralel olan və m üçün 8 nöqtəsini keçən düz xəttin apsisi oxu ilə kəsmə nöqtəsinin apsisini tapın. Deyir ki, düz xəttində paralel olan m 308 nöqtəsindən keçən düz xəttin apsisi oxu ilə kəsmə nöqtəsinin apsisini tapın. Kəsmə nöqtəsinin apsisi. İlk olaraq uşaqlar, y bərabər nə? -4x üstəgələk 3. Və bu nöqtədən keçən deyir. 107-ci sual. Bunun paraleli nədir? -4x üstəgələk hər hansı bir b ədədi. Bilmirik də funksiyanı. B-ni bilmirik. Bunu tapmaq üçün bu ifadəni yenə qoysaq. 8 bərabərdir. -12 üstəgələk b. B də bərabər neçə? 16. Bu 16 20. B-miz elədir 20. Yəni funksiyamız nədir? Paralel funksiyamız nədir? -4 üstəgələk 20. Və bu funksiyaların kəsişməsinin kəsmə nöqtəsinin apsisini tapın. Sonra keçən düz xəttin apsisi oxu ilə kəsmə nöqtəsini tapın. Paraleldə nədir? Y bərabər nəyə? 0-a. 0 olduğundan bunu götürürük nəyə? Bu funksiyamızı götürürük bərabərdir 0-ya. 0-a. X də bərabər nəyə? 5-ə. Elədir 5. 108-ci sual. Eyni tip məsələdir. Paralelin tapanda tapdıq ki, -3x üstəgələk b bərabərdir 0-a. B, yəni -6 üstəgələk b bərabər nəyə? 6-ya. B-miz nədir? 0-a. Funksiyamız nədir? Y bərabər nəyə? -3x-ə. Şöyle buradan b bərabər 0 tapmışıq. Bunu səhv tapmışıq. Deyirəm o netə cavab gəlmir axı. Burada b 12-dir. Altdan -6 çıxanda eləyir üstəgələk eləyir 12. Yəni y-imiz bərabər -3x üstəgələk 12. Bunu 0-a götürəndə x-imiz olur nə? 4. Yəni apsisini soruşur da uşaqlar. 109-cu sual. S'nin hansı qiymətində funksiyanın qrafiki -2 nöqtəsindən keçir? Yerinə qoyub hesablasaq bizə verir 1 bərabərdir 7 vur 4 çıx 5 vur üstəgələk 5 vur -2 üstəgələk c 1 bərabərdir 28 çıx 10 üstəgələk c 1 bərabərdir 28 18 üstəgələk c də bərabər nəyə? -17-yə. Eyni tip məsələdir. Yerinə qoyub hesablayırsınız. Siz parabolasının təpə nöqtəsinin apsisini tapın. 111. F(x) bərabərdir -x kvadrat üstəgələk 4x çıx 1 bərabər nəyə? Şöyle x sıfırımız nəyə bərabərdir? Düstur olaraq -b bölək 2a. B-miz nədir? 4. Eləyir -4 üstəgələk a-mız nədir? -1. 2 vur -1. Bu da bərabər neçə? -4 bölək -2. Eləyir müsbət 2. Y sıfırımız nəyə bərabərdir? -d bölək 4a.
B-nin də düsturunu yazanda belə də B kvadratı çıxaq 4AC yerlərini dəyişəndə mənfiyə görə yerlərini dəyişəndə 4AC çıxıb B kvadrat böl 4 adda düsturumuz. Y0 tapanda. Təpə nöqtəsinin absisini tapın. Eyni qaydadır. Mənfi 6 mənfi 6 bölək 2 eləyir 3. Təpə nöqtəsinin koordinat müstəvisində yerlərini müəyyən edin. Bu nə deməkdir? X plus 3'ün kvadratı çıx 5. Yəni mənfi 3 mənfi 5'dir. Hər ikisi də mənfi olanlarda yerləşirdi. 3-cü rübdə. Təpə nöqtəsi koordinat müstəvisində yerini müəyyən edin. Yenə B eləyir X plus 4'ün kvadratı 16'dan eləyir çıxaq 13. Yəni mənfi 4 yenə mənfi 13. Yenə 3-cü rübdə. 115. Funksiyasının qrafikinin absis oxunu mənfi 2 0 nöqtəsində kəsdiyini bilərək A parametrin qiymətini tapın. Mənfi 2 0 nöqtəsində kəssə X-ə mənfi 2 qiyməti Y nədir? Absis oxunun kəsinə görə Y-imiz 0'dır. X-ə mənfi 2 verəndə, yəni A üstəgələ 1 vur mənfi 2 üstəgələ A çıxaq 1 bərabər nəyə? 0'a. Mənfi 2A çıx 2 üstəgəl A çıx 1 bərabər 0'a. Bu bizə verir mənfi A çıxaq 3 bərabər 0. A'mız eləyir mənfi 3'ə. Eyni tip məsələdir. Siz yazırsınız. 117-ci sual. İşarəsini təyin edin. Şöyle X-ə 0 verəndə B-miz olur 2. X-ə bir də 7 verəndə eləyir 7K üstəgələ B bərabər nəyə? Mənfi 1'ə. B-miz neydi? 2. 7K bərabərdir mənfi 3'ə. K da bərabərdir mənfi 7'də 3'ə. Yəni K'nın işarəsi kiçik 0. B-miz 2 olduğuna görə müsbət olduğuna K B böyükdür 0'dan. K kiçikdir 0. B böyükdür 0'dan. 117 D variantı. 118. İlk olaraq baxırıq. Mənfi 1, müsbət 3. Qollar xaricdə olunca A müsbətdir. B. C-miz nədir? Mənfi 3. A böyükdür 0. A-nı necə tapaq? Şöyle funksiyon yazsaq A(x) kvadratı üstəgələ B2 üstəgələ C. Köklərimiz nədir? Mənfi 1, 3. Yəni x1'imiz mənfi 1, x2'miz nədir? Müsbət 3. x1 vur x2 bərabərdir bizə nə verəcək? C bölək A-na. Yəni C bölək A bərabər nəyə? Mənfi 3'ə. A-mız nə olur? C-miz nə idi? Mənfi 3. Mənfi 3 bölək A bərabərdir mənfi 3. A bərabər nəyə? 1'ə. A-mız 1 olduğundan C-mi də nə verəcək? Bax, 1'dən x kvadratı üstəgələ B2 üstəgələ B2 çıxaq 3. Bu tənlikdədir. B-nin soğucuda x1'imiz var, x2'miz var. Köklərin cəbimizə nə verir? Müsbət 2'ni. Yəni B-miz nə olacaq? Mənfi 2. Əks işarələrə B-ə onun üçün mənfi 2 götürdük. Bizə verir mənfi 3, mənfi 2 idi. A-mız nədir? Müsbət 1. Toplamda nə edir? Mənfi 4. 118B variantı. Və yaxud belə də tapa bilərdik bunu. A-mızı bilirib B-nin işarəsini tapanda təpə nöqtəsinin koordinatı nədir? Toplu 2'yə bölsün də eləyir. Müsbət 1. Toplu 2'yə bölündə eləyir müsbət 1. Yəni 1 bərabər təpə nöqtəsinin koordinatı nə idi? Mənfi 1 bölək 2A. B-miz nədir? A-mız nə tapdıq? Müsbət 1. 2 bərabər mənfi B, B bərabər nəyə? Mənfi 2'yə. Tapdıq yeni qaydadan. Təpə nöqtəsindən düsturunu tapdıq, VT-də görə tapdıq. Y bərabərdir K ifadəsinin qiymətini tapın.
İkinci, dördüncü rübdə yerləşdiyinə görə B-miz nədir? K-mız nədir? Kiçik 0. B-miz nədir? Böyük 0. Nə bildik? Y-i kəsən nöqtə bizə nə verir? B-ni. Yəni B-miz nədir? 3-dür. K necə tapırıq? Y bölü x 3 bölü 1 o deyil 3 amma mənfisini götürürük. Mənfi 3. Mənfi 3 çıx 2 3-ə vuranda 6 elədi. Mənfi 9. A variant. 120 sual yeni tip məsələdir. Siz yazırsınız. Keçdik 121. Y bərabər 1 çıxaq. Kökdə 1 minus x funksiyasının təyin oblasını tapın. Təyin oblası. Təyin oblasını tapmaq üçün kök dəyişən haradadır? Kökün altında. Kökün altında olduğuna görə 1 çıxaq x böyük bərabər 0 götürürük. Buradan x kiçik bərabərdir 1-dən. Yəni mənfi sonsuzluqdan 1-ə qədər. 121y. 122. Eyni qaydadır. Bu deyilir mənfi sonsuzluqdan 2-yə qədər. 123. Kəsişmə nöqtəsinin koordinatlarını tapın. İlk olaraq biz bu tənliyi bir-birinə bərabər götürsək, y bərabər nəyə? X kvadrat çıx 4x 2x çıxaq 9. Bunları bərabər götürsək, biz alırıq x kvadrat çıxaq 6x üstə gəlib 9 bərabər 0. X-imiz nədir? X çıxaq 3-ün kvadratı bərabər 0. X bərabər nəyə? 3-ə. X-ə 3 versək, y-imiz neçə olur? 9 çıx 12 bərabər nəyə? Mənfi 3-ə. 3 mənfi 3 nöqtəsi. Y variantı. 124-cü sual. Funksiyanın təyin oblasını tapın. Təyin oblasını tapanda kökün altı məxrəc 0 ola bilməz. Məxrəc 0 olmadı, kökün altı böyük olmalıdır. Yəni 0,8 çıx 0,4 2 nədir? Böyükdür 0-dan. Buradan tapırıq ki, kiçikdir 0,8-dən, x də kiçikdir nədən? 2-də. Yəni mənfi sonsuzluqdan 2-yə qədər. Doğru cavab C variantı. Eyni qaydadır. Bunu götürürük. Çıx 0,4 x kiçikdir, böyükdür 0-dan. Nə böyük bərabər götürməlidir? Çünki məxrəc 0 ola bilməz. 0-dan %14x kiçikdir 0,7-dən, x də kiçikdir 2-də 1-dən. Yəni mənfi sonsuzluq təyin oblasını tapın. Beş edir uşaqlar. İstəməli bir şeydə 5 düşür. Deyirəm, bunun cavabına gəlir. Mənfi sonsuzluqdan 5 edir. Y variantı. 126. Şöyle fikir versəniz, qollar aşağı olduğuna görə A kiçikdir 0. Bunu vursaq nə edir? X-in kvadratı nə edir? Əmsal nə edir? Müsbət. Burada nə edir? Müsbət. Burada mənfi, burada mənfi. B ilə yeni saxladıq. Burada nə edir? Müsbət. Bunlar getdi. Y harda kəsib? Müsbət tərəfdən. Deməli, müsbət eləyəcək. Baxırıq, 1 mənfi 3 qalanı mənfi deyil, müsbət. Eyni qayda burada da müsbət. Köklərinə baxaq. Köklər nədir? Mənfi 1, müsbət 3. Mənfi 1, müsbət 3. Y variantı ödür. Burada nədir? Müsbət 1, mənfi 3. Bu ödəmədir. Doğru cavab nədir? Y variantı. Eyni baxsaq, təpə nöqtəsi nədir? Parabolun 1, mənfi 1. Baxaq görə 1, mənfi 1 hansını ödəyir? 1, mənfi 1. Bir dənə doğru cavab D variantı. Mənfi nə oldu? Çünki qollar aşağı olduğuna görə mənfi x kvadratın əmsalı aşağıdır. D variantı. 127. D variantı. 128. Eyni qayda. Təpə nöqtəsi nədir? Mənfi 1, 1. Mənfi 1. 1, müsbət 1. 1, mənfi 1. Doğru cavab nədir? C variantı. Nə müsbət götürdük? Qollar yuxarıdır. 129.
Təpə nöqtəsi nədir? -2, -1. -2, -1. Qollar nədir? Aşağı. Qollar aşağı olduğuna görə A-mız nədir? Mənfi. C-miz nədir? Bax, harda kəsif? Məxrəc koordinat başlanğıcında. C-miz nə olacaq? 0. Onu da tapmaq üçün buradan hesablayırıq. Eləyir 2 kvadrat 4, eləyir -1, -1. Ha, doğru cavab nədir? A variantı. Burada C-ni eləyəcək -2. Çünki C-miz 0 eləyir. 130. Bax, eyni qaydadır. Təpə nöqtələri nədir? 2, 1. -2, -1. C-miz nədir? 9. C-miz 9. Vurub açanda eləyir 4. 4'ü 2, 8, sonra bir gəlir 9. A variantı. Kəsmə nöqtələrini tapın. Kəsmə nöqtələrini tapanda yenə bərabər götürürük. Bərabər nəyə? 4 çıxaq 9. Bu bizə verir. -x kvadrat üstəgəl 4x çıx 4x üstəgəl 9 bərabər 0. 4x'lər getdi. Qaldı x kvadrat çıxaq 9 bərabər 0. X-ə tapdıq plus minus 3. Gətirib birini yerinə qoysaq bərabərdir. 3 versək eləyir 12, 9. -3 versək -15. Dokuz deyiş oldu. 4x çıxaq 9'dur bu. Deyirəm, cavab nə yoxdur? 12. 12'nin 90'da müsbət 3. -3 verəndə -12, -21. Müsbət 3 verdiyinə görə 3, 3 və ya -3 verdikdə -3'ün aldı -21. 3 x-imiz -3 verəndə -21, 3 verəndə 3. C variantı. Parabolosun təpə nöqtəsini koordinat müstəvidə harda yerləşir? Eyni qaydadır. Bax uşaqlar, bayaq bunu yazmışdıq. Çıx 8, 8 üstəgələ 3. Bərabərdir. Hər tərəfdə -2-ni ortaq vurub çıxardanda qalır x kvadrat üstəgələ 4x çıx 1,5 bərabərdir. -2 buradan bu bizə verir x plus 2'nin mörtəzə kvadratı çıxaq 5,5 bərabərdir. Hər tərəfi -2'yə vursaq bizə verir -2 x plus 2'nin mörtəzə kvadratı eləyir müsbət 11. Təpə nöqtəmiz oldu -2 müsbət 11. Mənfi müsbət olan harda yerləşir? İkinci rübdə. 132 Y. %33 sual. Absisox ilə kəsmə nöqtələrini tapın. Y-ə 0 verəndə x-i tapırıq. X-ə 0. Yəni -2x kvadrat üstəgələ 6x bərabərdir 0'a. Yəni sıfırlarını tapırıq. Orta vurub çıxardığında qalır x minus 3 bərabər 0'a. X bərabər 0, x bərabərdir 3. Kəsmə nöqtələrinə görə necə 0, 0 və 3, 0. 133 Y variantı. Bizə deyir ki, f(x) bərabər nəyə? K bölü x. Və bu funksiyanın qrafiki A 2 -16 nöqtəsindən keçini bilərək -2'ni tapın. İlk olaraq bu nöqtədən keçərək K-nı tapaq. Yəni -16 bərabərdir K bölü 2'yə. K bərabər nəyə? -32'yə. Sonra f2'ni soruşur. F -2 bərabərdir -32 bölü x-ə. X-ə də -2 verəndə bizə verir. -32 bölü -2. Bu da bizə bərabərdir müsbət 16'ya. Müsbət 16. %135. Bax, eyni tip məsələdir. Bunu siz yazırsınız. 136.
Verilmiş KB, K2 və K3 əmsallarını müqayisə edin. İlk olaraq bu qrafika baxaq. Fikir versəz hamısı xətti funksiyadır. Yəni B0 olan funksiyadır. Şolar, burada K əmsallar, K nə demişdik? Nə bərabər? Tanjent isafi. O nə bərabər? Y bölü x-ə. Şolar, K 90 dərəcə yaxınlaşdıqca, qiyməti artır. Artan funksiya olduğuna görə artır. Və buna baxırıq. Buna alfa, buna beta və buna ümumi buna desək gamma. Şolar, fikir versəniz, alfa yarısı keçir. Tutaq ki, şeydir. Ən birincidir. Alfa kiçikdir betadan, o da kiçikdir gammadan. Şolar, 90'dan sonra artırsa o azalan funksiyadır. Azalan. 90'dan 0'a yaxınlaşırsa üstəsinə o azalan funksiyadır. Yəni şöyle 90'a bölü nədir? Körbucaq. Körbucaqdan alır mənfi. Onun üçün buna baxırıq. Alfa olanda nədir? K1. Beta olanda nədir? K2. Bu da nədir? K3. Amma bunu artıq funksiyanı necə götürürük? Nədir? Bilir ki, K2 böyükdür. Nədən? K1'dən. Sonrası nədir? O da nədən böyükdür? K3'dən. Niyə K3'dən böyükdür? Çünki bu körbucaq olduğuna görə, körbucaqda tanjens mənfi aldığına görə elə ən kiçik bildik ki, K3'dür. Yəni K2 böyükdür K1'dən, o da böyükdür K3'dən. C variantı. Y bərabərdir ax kvadrat üstəcə bx üstəcə c funksiyasına əsasən a və c düzgün verilən hansı doğrudur? Şöyle baxsaq, hardan keçib qrafik? Koordinat başlanğıcından. Koordinat başlanğıcından keçir görə c bərabər nəyə? 0-a. Yəni y kəsdiyi nöqtə c-ni verir. Qollar xal olduğuna görə nə deyirik? A böyükdür 0-dan. A variantı. B parametrin hansı qiymətlərində y bərabərdir mənfi x kvadrat üstəgə ilə b çıxart 4x çıxart 9 funksiyası yalnız mənfi qiymət alır. Yalnız mənfi qiymət alır. Şolar, bizdə funksiyanın burada qiymətlərini deyir, yalnız mənfi qiymət alır. Yəni nöqtəyə baxsaq, y0 yəni kiçik 0 alır, mənfi qiymət alır. Onun üçün biz y0 tapanda necə tapırdıq? Düsturumuz nə idi? 4ac çıx b kvadratı bölü 4a kiçik 0 götürürük. Bunun üçün də qiymətlər yerinə qoyanda eləyir 4'ü mənfi 1'ə vuranda mənfi 4, mənfi 9 olanda müsbət 36 çıxaq. B minus 4'ün kvadratı bölək mənfi 4. Kiçikdir nədən? 0'dan. Hər tərəfi mənfi 4'ə vuranda işarə dəyişir. Eləyir B minus 4'ün böyükdür nədən? 0'dan. Bunu müxtəsər kimi açsaq eləyir 4 plus B minus 4 böyükdür 0'dan. Bu bizə verir 10 minus B 2 plus B böyükdür 0. Köklərimiz nədir? Mənfi 2 10. Nöqtələr nədir? Boş. Mənfi müsbət. Mənfi B kvadratına görə eləyir mənfi. Mənfi müsbət mənfi. Bizə hansı aralıq lazımdır? Böyük olanlar. Yəni mənfi 2'dən 10 aralıqları. B daxildir nəyə? Buna. Hansı variantdır? Y variantı. Keçdik 139-cu sual. Bizə verilir ki, hansı qiymətində y bərabərdir k bölü x hiperbolası və y bərabərdir kx üstəgələ b düz xətti mənfi alt nöqtəsindən keçir. Hər ikisi də. Deməli, ortaq nöqtələrdə yerinə qoyanda k bərabərdir neçə? Eləyir x vur y eləyir mənfi 24. Gətirib burada yerinə qoysaq mənfi 6k üstə gələk b bərabər nəyə? 4-də. Mənfi 24 deyilir də uşaqlar. Mənfi 6 vur mənfi 24 üstə gəl b bərabər 4-də. Bu bizə verir 24 12 144 mənfi 144 mənfi onları müsbət edir. Müsbət 144 üstə gəlib b bərabər 4-də. Demək b-miz nədir? Mənfi 140-a. B-miz mənfi 140, k-mız nədir? Mənfi 24. Doğru cavab nədir? B variantı. 140-cı sual. Bizə deyilir x kvadrat üstə gəlib bx üstə gəlib c kiçikdir 0 bərabərsinin həllər çoxluğu
-2 4 aralığı olarsa y bərabərdir x kvadrat üstəgələn bx üstəgələn c parabolasının təpi nöqtəsinin koordinatlarını tapın. Şura bizə bu aralıq verilirsə həll çoxluğuna, yəni x-in həll çoxluğu deməkdir. Yəni bu nöqtələr parabolanın kökləridir. Yəni x1 bərabər nəyə? -2-yə. x2 bərabər nəyə? 4-ə. Yazsaq, əmsal olmadığına görə belə yaza bilərik də. X minus x1 vur x minus x2 bərabər nəyə? 0-a. Buradan x-ə x1'imiz nədir? -2. Elir x1 2. x2'miz nədir? 4. x çıxaq 4. Bərabər nəyə? 0-a. Vur varsaq uşaqlar. Alıq ki x kvadratı üstəgələk 2 2 çıx 4 2 çıx 8 bərabər nəyə? 0-a. X kvadrat çıxaq 2 2 çıx 8 bərabərdir 0. Biz tapdıq buradan. Bunu bərabərləşdirsək buna. Buradan tapırıq ki b nədir? -2, c nədir? -8. Və gətirib burada yerinə qoysaq. Çıx 2 2 çıx 8. Təpi nöqtəsinin koordinatlarını tapsaq bizə verir. Bu necə yaza bilərik? X minus 1'in mörtəzə kvadratı çıx 9. Yəni 1 -9. Cavabımız nədir? D variantı. 141. 141-in çox qəşəng sualdır. Bizə verir y bərabər modul x funksiyası və y bərabər 4 düz xətti ilə hüdudlanmış fiqurun sahəsini tapın deyir. İlk olaraq bərabər götürsək, buradan x-ə taparıq. Müsbət 2x bərabər -2. Yəni kəsmə nöqtələrini tapırıq. Y bərabər nə? Modul x funksiyasının qrafiki ilə y bərabər düz xətti. Yəni modul x funksiyasının qrafiki belə. Y bərabər 4 düz xəttin qrafiki də belə. Buranı tapırıq nə? Neçə? -2. Kəsmə nöqtəsi nədir? Müsbət 2. Bura hündürlük bu görsün uşaqlar. Buranın sahəsini sotur. Hüdudlanmış sahəsini, bu hissənin sahəsini sotur. Şöyle gördünüz üçbucaq yarandı. Üçbucağın oturacağı neçədir? 2 -2 bu eləyir 4. Modulun qiymətini sabitlə uşaqlar 4. Oturacaq nədir? Hündürlük nədir? 4. Y bərabər 4. Buradan çıxır 4'dür. S üçbucağın sahəsi nədir? 2'də 1 vur. A vur H. Tərəf və tərəf çəkimi hündürlüyün yarısına bərabərdir. 2'də 1 vur. Oturacağımız 4, hündürlüyümüz 4. Eləyir 8. Cavabımız elədir 8. Uşaqlar, cavabı 8 yazmışıq. Amma cavabımız 16 verir. Niyə? Çünki burada səhv eləmişik. Bu kvadrat deyir ki, biz bundan mənfi çıxartdıq. Bir dəfə müsbət 4 olur, bir dəfə mənfi 4 olur. Mənfi 4, müsbət 4. Oturacağımız eləyir 8. Yəni S bərabərdir 2'də 1 vur 8 vur nə? 4. Bu da bizə verir 16'nı. Doğru cavabımız nədir? 16. Diqqətli olmaq lazımdır uşaqlar. 142-ci sual. Eyni tip məsələdir uşaqlar. Bax belədir. Yenə eyni sual yazaq. Amma bir dəfə mənfi olduğuna görə qollar aşağıdır. Mənfi altına görə mənfi 6 da buradır. Hündürlüyümüz olur 6. Bərabər götürəndə, yəni modul x bərabərdir müsbət 6. X də bərabərdir. Bir də müsbət 6. Bir dəfə də mənfi 6. Yəni kəsmə nöqtəmiz buraya eləyir -6, buraya eləyir müsbət 6. Toplasaq eləyir 12. Oturacağımız nədir? 12. S bərabər 2'də 1 vur 12 vur 6. Bərabər nəyə? 36'ya. Qəşəng sualdır. OY oxuna paralel olan düz xətt üzərindədir. OY oxuna dediyinə görə uşaqlar, Y-lər bir-birinə OY oxuna dediyinə görə x-lər bir-birinə bərabərdir. Yəni A'mız olacaq 6. K'nın hansı qiymətində Y bərabərdir? K üstəgələk 3 funksiyasının qrafiki M2 9 nöqtəsindən keçir. K vs 2K üstəgələk 3 bərabər nəyə? 9'a. K da bərabər nəyə? 3'ə.
Kvadratik funksiyanın qrafikini sizdən C cəmini tapın. Təpə nöqtəmiz nədir? Harada kəsir C? C bərabər nəyə? 1-ə. C'miz 1 olduqda A-nı tapaq. X-ə 0 versək C edir. X-ə 1 versək, X-ə 1 verəndə, yəni A üstə gələk B, üstə gələk. C'miz nə idi? 1. Bərabər nəyə? 0-a. Y-imiz nə alır? 0-ı. A üstə gələk B-miz cəmini elədi? -1. Yəni bu -1-dirsə, üstə gələk 3 vur 1, bərabər nəyə? 2-yə. Cavabımız elədi 2. Qəşəng sualdır. 146. Parabolasının təpə nöqtəsinin koordinatlar cəmini tapın. Eyni qaydadır. Buna neçədən misal işləmişik. -2x kvadrat üstə gələk 4x üstə gələk 9 bərabərdir. -2 çıxarsaq qalır x minus 2-nin kvadratı. X minus 1-in kvadratı. X minus 1-in kvadratı üstə gələk -2 edir üstə gələk 11. Koordinatlarımız nədir? 1, 11 təpə nöqtəsi. Bunu cəmini edir 12. Bax, eyni tip məsələdir. C'miz neçədir? 4. C'miz nədir? 4. X-ə 2 verəndə 2A, X-ə 2 versək, eləyir 4A, üstə gələk 2B, üstə gələk. C'miz nədir? 4. Bərabər nəyə? 0-a. Burada nə soruşur? 2AB. Buradan 2 çıxarsaq qalır 2A plus B, üstə gələk. Bərabər nəyə? -4-ə. 2A üstə gələk B-miz nədir? -2-yə. Tapdıq bunu. -2 üstə gələk 4 bərabər nəyə? 2-yə. Qəşəng sualdır bunlar. 148. Deyək ki, funksiyanın qrafik apsisi toxunu A və 0 nöqtəsində, oradan toxunu isə 0B nöqtəsində kəsir. A üstə gələk B cəmini tapın. Bir dəfə x-a versək, eləyir -A böl 3 üstə gələk 2 bərabərdir 0-a. -A bölü 3 bərabərdir -2-yə. A-mız bərabərdir müsbət 6-ya. Bir dəfə də x-ə 0 versək, B-ni tapır. B bərabərdir nəyə? 2-yə. Bizdən soruşur cəmini. Bu deyir 8. Eyni tip məsələdir. Siz yazırsınız. 150. Dedik ki, y oxuna kəsdiyi qiymət bizə verir B-ni. K-mız ikinci, dördüncü hürübdə yerləşdiyinə görə K-mız nədir? 2-0. Yəni K-mız mənfi olacaq. Yəni K da bərabərdir -y bölü x. -5, -1. Müsbət 5 edir. Onu götürüb -5'e. Bizə nə soruşur? Yəni -5 çıx 3 vur -5 bizə bərabərdir 10-a. Cavabımız elədi 10. 151. Düz xətlər absis oxunu absis 2 olan nöqtədə kəsişirsə, A parametrinin qiymətini tapın. Yəni y bərabərdir. Buradan y-ləri tapsaq, eləyir 10 çıxaq AX. Buradan y-i tapsaq, 7 çıxaq 3x. 2 olan nöqtədə kəsişsə, demək kəsişmə nöqtəsi 2-dirsə, bərabər götürsək bunu. AX bərabərdir 7 çıx 3. Kəsişmə deyir. Kəsişmə dediyinə görə ikisi də 2 olduğundan 10 çıx 2A bərabərdir 7 çıx 6. 10 çıx 2A bərabərdir 1-ə. 2A bərabərdir 9-a. A bərabərdir nəyə? 4,5'ə. Cavabımız oldu 4,5. Eyni tip məsələdir bu. Bunu siz yazırsınız. Keçdik 153'ə. Bizə verir. A və B kranlardan axın su miqdarının zamana görə dəyişməsini göstərən qrafik verilmişdir. Həcmi 100 litr olan boş su hovuzunu doldurmaq üçün A kranı və boşaltmaq üçün B kranı eyni anda açılarsa və 9 saat açıq qalarsa, hovuzun neçə faizi dolmuş olar? İlk olaraq bu kranlardan nəyi tapırıq? Məsələn, A kranı 2 saatda 18 litr doldurur.
9 saata neçə litr dolduracaq? X-i tapanda buradan tapırıq 81. B kranı deyir ki 3 saata 15 litr boşaldırsa 9 saata neçə litr boşaldır? Buradan da X-i tapırıq 45 litr. 81 litr dolub 45 litr boşalıb. Cəmi neçə litr qalıb? 36 litr. Və 36 litr 100 litr də var ümumi. 36 dolubsa neçə faiz dolmuş sayılır? 36%. Cavabımız elədir 36. 154. Parabolun absis oxu ilə kəskin nöqtənin arasındakı məsafəni tapın. Şöyle bizə deyir ki, yəni bu parabolanın absis oxu ilə kəsişməsi arasındakı məsafəni tapın. Yəni köklər arasındakı fərqi soruşur da bizdən uşaqlar. Bunun kökləri nədir? X minus 3, x minus 5. Bloklara ayırsaq, buradan tapırıq ki 3 x2 bərabər nəyə? 5-ə. Bunun arasındakı fərq nədir? 5 çıx 3 bərabərdir 2. Bu qədər. P parametrin hansı müsbət qiymətində parabolanın təpə nöqtəsi absis oxu üzərindədir? Parabolasının təpə nöqtəsi absis oxu üzərindədir deməsi, yəni 1 üzərində təpə nöqtəsi absis oxu üzərində deməzsə, deməli bunun diskriminantı bərabər nəyə? 0-a. Yəni bir dənə kökü var. Bir kökü. Yəni belə də qrafik kimi göstərsək, ya belədir, ya belədir, fərqi yoxdur. Bu nə zaman olur? D bərabər 0 olduqda. D bərabər 0 olması üçün hesablayırıq. B kvadratı çıxaq 4 vur 2-də 1, yəni C vuraq A. P plus 4-də bərabər nəyə? 0-a. Buradan tapırıq P kvadratı çıxaq 2P 4 2 2 2P çıx 8 bərabər nəyə? 0-a. Buradan P bərabər nəyə? Buradan tapırıq P çıxaq 4 P üstə gələk 2 bərabər 0. P tapdıq bu da 4, P tapdıq nəyə? Mənfi 2. Bizdə müsbət dediyinə görə müsbət 4-ü götürdük. 156. Yine eyni sualdır. Bunu siz yazırsınız. 157. Qrafikdə Ayxan və Elminin vermiş zaman ərzində hazırladıkları detallar sayı göstərilmiş. Qrafikdə Ayxan və Elminin 130 detal birlikdə neçə günə hazırlayırlar? Ayxan 8 günə 40 detal hazırlayır. Elmin də 10 günə 15 detal hazırlayır. Buna bir günə neçə detal alır? Bu bir günə 5 detal. Bu bir günə 1,5 detal. Şöyle bunlar bir günə hazırladıkları detalların sayıdır. Bunlar bir gündə cəmi ikisi bir gündə neçə detal hazırlayır? 6,5. Bir işdə işlədiyinə 130 detal hazırlayırsa, bunlar neçə gün hazırlayacaq bir işdə işləsələr? Yəni 6,5 x tənasüb qursaq, bərabər nəyə? 130-a. X də bərabər nəyə? 20-yə. Cavabımız elədir 20. 158. Diğer diagrama əsasən fx bərabərdir ax bölü bx bölü c və gx bərabərdir mənfi ax bölü bx funksiyası üçün cədvəli tamamlayın. A, B, C. Fx-də A-mız neçədir? 2. B-miz neçədir? 4. C-miz neçədir? 7. Gx-də A-mız neçədir? 4. A bərabər 4-də. B-miz neçədir? 8. C-miz neçədir? 6. Və gətirib yerinə qoysaq. Fx-imiz neçə olur? Fx-imiz bərabər nəyə? 2x kvadratı üstə gələk 4x üstə gələk 7. Gx-imiz neçə olur?
mənfi 4x kvadratı üstə gələk 8x çıx 6. Funksiyanı tapdıq. Bizdə nə soruşur? Funksiyamız bu. Yazdıq. Funksiyalar bu. Cədvəl tamamlasaq. Funksiyamız bu. Təpə nöqtəsinin koordinatları. Təpə nöqtəsinin koordinatları necə tapırdıq? Fx-i tapanda necə yazırdıq? 2 vur x plus 1'in kvadratı üstə gələk 5. Yəni təpə nöqtəsini eləyir mənfi 1, 5. Fx funksiyasının. Gx funksiyasında yazanda mənfi 4 x plus x minus 1'in kvadratı x minus 1'in kvadratı çıx 2. Bu deyir müsbət 1 mənfi 2. Yəni t yazaq. Təpə nöqtəsinin koordinatları kimi yazsaq. Bu fx funksiyanın, bu da t funksiyasının. Bu yerləşir rüblər. A-mız müsbət, B-miz müsbət, Y-miz müsbət. Yerləşəcək bu birinci müsbət. Birinci, ikinci rübdə. Birinci, ikinci rübdə. Bu yerləşəcək neçədə? Bax, funksiyanın qrafikına baxaq. A müsbət, B müsbət, C müsbət. Yerləşib birinci, ikinci rübdə. Bu arada yerləşir A mənfi, qollar aşağıdır. B müsbət, C. Harada yerləşir? C-də. Yəni y harada kəsir? Mənfidə. Demək bu harada yerləşir? 3-cü, 4-cü rübdə. Eyni tip məsələ. Bax 159. Bunu siz özünüz yazırsınız. Mən üçün burada funksiyon qiymətlərini qoyursunuz və belə təpə nöqtələrini tapırsınız və rüblərini təyin edirsiniz. Burada nəyə soruşur? Burada fərqli soruşur. ABQ-nı soruşur. Ən böyük qiymətini. Gəlin buna yazaq da uşaqlar. Da yazırıq. 159-cu sual. Y bərabər nə? Uşaqlar, baxsaq nədir? A-mız nədir? Fx funksiyasında 4. Eləyir mənfi 4x kvadratı. B-miz nədir? 8. Üstə gələk 8x. C-miz nədir? 7. Üstə gələk 7. F x funksiyası. Gx funksiyamız nədir? A-mız nədir? Mənfi 2 x kvadratı. B-miz nədir? Üstə gələk 8x. Üstə gələk 5. Burada B mənfi olduğunca bu olur çıxaq. Çıxaq 8. Funksiyalarımız bu. Əbqlarımız fx-də bərabər nəyə? Fx-i necə yazırıq? Mənfi 4 ortaq vur çıxardanda qalır x minus 1'in x plus 1'in yox, x minus 1'in x minus 1'in kvadratı eləyir mənfi 4 üstə gələk 11. Şunlar, x'in bir qiymətində bu gedir 0-a, qalır 11. Ən böyük qiyməti neçə olur? 11. Qavanda mənfi olduğuna görə uşaqlar, x-ə nə qədər qiymət versən bu kvadrat müsbət edir, mənfi edir, azalır. Azala gedinə görə ən böyük qiyməti olur 11. 11. Yəni bura oldu 11. Gx-də buradan çıxırıq, mənfi 2-ni çıxardanda qalır x plus 2'nin kvadratı 4 mənfi 8 çıxır 13. Üstə gələk 13. Mənfi olduğunu yenə azalan funksiya olduğuna görə ən kiçik qiyməti alır 13. İkisinin qiymətində mənfi 2 qiymətində. Təpə nöqtəsinin yerləşdiyi rüb. Təpə nöqtəsinin yerləşdiyi rüb buradan tapırıq. Təpə nöqtəsi nədir? Təpə nöqtəsi. Fx də təpə nöqtəsi. Yəni t bərabər nə? 1, 11.
Burada nədir? Təpə nöqtəsi. -2, 13. Müsbət olduğuna görə bu yerləşir birinci rüb. Mənfi müsbət olduğuna görə bu yerləşir ikinci rüb. Funksiyamızda nədir? Bu. Qəşəng sualdır bu. Keçdik 160-a. Deyir şagirdlər CB və CA düz xətlər boyunca yönələn mail müstəvilər üzərində kürələrə tərcümə aparır. CA və CB düz xətlərin tənişlər uyğun olaraq y bərabər 2x m və y bərabər -3x m olarsa və C nöqtəsi AB xəttindən 1,8 məsafədə yerləşirsə AB məsafəsini tapın. İlk olaraq uşaqlar, gəlin bu qrafiki çəksək. Tutaq ki, çəkdik. Buradan da yendirdik bura. Bura A-dır. Bura C-dir. Bura B-dir. Bu X oxudur, bu Y oxudur. Burada koordinat başlanğıcıdır. Bizə deyir CA C və C düz xətt Y olaraq 2x üstəgələk n. Bu nədir? Y bərabərdir 2x üstəgələk n. Bu nədir? Y bərabərdir -3x üstəgələk m. Olarsa C nöqtəsi AB xəttindən C nöqtəsi AB xəttindən 1,8 metr məsafədə yerləşir. Yəni bura 1,8-dir AB məsafəsindən. AB məsafəsini tapın. Yəni buranı soruşur. Uşaqlar, necə tapaq? İlk olaraq diqqətlə qulaq asın. Nə demişdik? Bax, bunu uzatsaq belə, xətləri uzatsaq, diqqətlə baxsanız, AC düz xətlərdə yerləşir. Birinci, üçüncü rübdə. Burada nədir? K böyükdür 0. K-mız müsbətdir. Yəni 2-ni bərabər götürürük. Nəyə? Y bölə x-ə. K-mız nədir? Y bölə x. Bura 2-dirsə, y-miz nədir? 1,8. 2 bərabərdir 1,8 bölə x-ə. 2x bərabərdir 1,8. X bərabər nə? 0,9-a. Demək, bura 0,9-dur. Eyni qaydadan buranı hesablasaq, -3-də müsbət kimi 3 kimi götürsək, eləyir 3 bərabərdir modulda kimi götürsək, 1,8 bölək x-ə. Buradan tapırıq x bərabər nəyə? 0,6-ya. Burada nədir? 0,6. Toplasaq nə verir bizə? 1,5. Qəşəng sualdır bu. E ilə V diaqramında A çoxluğu ifadəsinin B çoxluğu isə ifadəsinin mənasız edən x-dən qiymətləri çoxluğudur. Mənasız. Mənasız edən nədir? Məxrəci 0 olan çoxluqlardır. 161. Bunun mənası nədir? X kvadrat üstəgələ x çıxaq 12 bərabərdir. Bu nə edir? X minus 3 x plus 4. Bunun kök mənası edən nədir? X minus 2, x minus 3. Ortaq kök nədir? 3. Deməli, n 3-dür. -4-dür. Kada 2-dir. Bizə bunları soruşur. Bu eləyir 4, -4 üstəgələk 3 çıx 2. Bərabər nəyə? -3-ə. 161-in doğru cavabı -3. 162. Bizə deyək ki, funksiyası qrafik şəkildə verilmişdir. Qrafikə sizdən A, B, C-ni tapın və F3-ü hesablayın. Təpə nöqtəmiz nədir? -3. Dedik, harada kəsir? C nöqtəsi. C nöqtəsi nədir? C4, müsbət. X-imiz nədir? X0-mız nədir? -3. Y0-mız nədir? Müsbət 1. Necə tapaq? X0-mız nə eləyir? -3 bərabər nə? -B bölək 2A. Və y0-mız nədir? Eləyir 4ac çıx b kvadratı böl nə? 2a. 4a. X0-mız nədir? 1. 4a bərabərdir
4 vur. C'miz nə idi? 4. 16A çıx nə? B kvadrat. Buradan tapırıq ki. Bax, buradan tapırıq. Burada nə tapırıq? Mənfi B bərabərdir. Mənfi 6A-ya. B bərabərdir 6A. Buradan da tapırıq ki. B kvadratı üstə gələk 12A bərabərdir 0-a. B-ni yenə də 6A yazsaq, eləyir 36A kvadratı üstə gələk 12A bərabərdir 0-a. Buradan 12A'nı ortaq vur çıxartsaq. 3A üstə gələk 1 bərabərdir 0. A'mızın biri nədir? 0. Birimiz nədir? Mənfi 3-də 1. Mənfi 3-də 1. A 0 ola bilməz. Çünki 0 olsa kvadrat tənliq olmur. Onun üçün bunu götürmürük. A'mız nədir? Mənfi 3-də 1. Yerinə qoyanda B'miz nə olur? Mənfi 2. Tənliyimiz nə olur? Fx bərabərdir. Mənfi 3-də 1'i x kvadratı. Yox, biz hardasa burada səhv eləmişik. Çünki qollar xarda A mənfi ola bilməz. Bunu düzəltmək lazım. Yəni bunu düzəldək ilk olaraq. 4 müsbət 12, hə, mənfidir, mənfi. Bu mənfidir burada. Yəni 36A kvadratı çıx 12A bərabər 0-a. 1 12A çıx 3A çıx 1 bərabər 0. A'mız nədir? 3-də 1. A'mız nədir? 0. 0'ı götürmədik. Kvadrat tənlik olmur. Oldu da B'miz nə oldu? Müsbət 2. Yəni Fx'imiz oldu 3-də 1 x kvadratı. Üstə gəl 2x. Üstə gəl 4. Bərabərdir. Bizə nə soruşur? F3'ü. 3'də 1 vur 3'ün kvadratı. Üstə gəl 2 vur 3. Üstə gəl 4. Bərabərdir. Bununla getdi qaldı 3. Üstə gəl 6. Üstə gəl 4. Bərabər nəyə? 13'ə. Cavabımız elədir 13. Eyni qaydadır. Bunu siz yazırsınız. Keçdik 164'də. Bizə verir ki, qrafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə başlayan Səhət və Elmirin hər günün sonunda qalan sual sayılarının günlərə görə dəyişməsi verilmişdir. Neçənci günün sonunda Səhət və Elmirin qalan suallar sayı bərabər olar. İlk olaraq 20 gündə 2000 test işləyir. Bu da 30 gündə işləyir 1500. Qalan sayı 20 gündə 2000 sual qalıb, 30 gündə 1500. Bu bir günə düşür 100. Bu bir günə düşür 50. Sonra tapdıq 100B. İlk olaraq bax bu funksiyaları təyin edək. Təşəkkür, funksiyalarımızı təyin edək. Səhətin funksiyası olur 220'ye böləndə düşür 100. Yəni 100x üstə gələk. X-ə 0 versək eləyir 2000 də uşaqlar. X-ə 0 verəndə B'miz olur nə? 2000. M22 nə olur? 52 üstə gələk 1500. X-ə 0 verəndə 1500 edir də uşaqlar. Uşaqlar bax bizə nə deyir? Elmin qalan salıb bərabər neçə? Yəni bizə kəsişməsini soruşur da buradan. Bunları da bərabər götürsək, tapırıq 50x bərabərdir 500'ə, x bərabər nəyə? Mənfi 10'a. Gün mənfi olmaz yerə müsbət 10 kimi götürürük. Cavabımız elədir 10. Keçdik 165'ə. Bizə deyir ki, funksiyanın qrafiki onun apısı toxunaq, koordinat başlanıcı və ordinat toxuna nəzərən simmetrik çevrilməsindən alınan parabolanın düsturlarını yazın.
Şolar ilk olaraq biz təpə nöqtəsini qeyd edək. Təpə nöqtəmiz nədir? 2 müsbət 3. Şöyle ilk olaraq bu nöqtələri təyin edək. O ikisi oxuna gördüyünə görə x olduğu kimi qalır. Y dəyişir. Yenə 2 3. Koordinat başlanğıcı nədir? 0 0-a görə. Hər ikisi dəyişəcək. -2 -3 işarəsini dəyişir. 2 3. O y ordinata görə deyilsə y olduğu kimi qalır, x dəyişir. -2 müsbət 3. Və bunun parabolasının təhlilini yazsaq. Absis oxuna görə dediyinə görə uşaqlar. Absis bax gəlin şeylər çəkək qrafikini. Tutaq ki hər hansı bir qrafikdir. Paraboladır. Tutaq ki təpə nöqtəsi nədir? 2 3-də yerləşən 2 3-də yerləşən paraboladır. Bizə nə deyir? 2 -3. Gəl haradır? Simmetriya. Simmetriya deyirsə gələ düşür belə. Burada nədir? Qollar aşağı yenində. Bunun üçün olacaq mənfi x minus 2-nin kvadratı çıx 3-ə. Koordinat başlanğıcına görə deyirsə, yenə gələcək bura hər ikisi də mənfi belə simmetriya. Bu olacaq yenə mənfi x minus 2 kvadratı çıx 3-ə. Koordinatları nə yapmışdıq? -2 -3. Yəni x plus 2 çıx 3. Bunu təzədən yazım. Mənfi x plus 2-nin mörtəzi kvadrat çıxaq 3. Ordinat oxuna nəzərən deyilsə. Ordinat oxu nədir? Y oxu. Yəni buna nəzərən. Y dəyişmir, x dəyişir. Qollar yenə yuxarıda müsbət olduğu kimi qalır. Y-də olduğu kimi qalır. Amma x dəyişir. X olacaq üstə gələ. X plus 2. Bu qədər. 165. Şəkil üstündə göstərdik. 166. Eyni tip məsələdir. Bunu siz yazırsınız. 167. Bunu funksiyanı təyin elədik. Buna ait bir dənə oxşar misal yazmışıq. Bunu da siz yazırsınız. Eyni tip sualdır. 168. Bizə nə deyir? Funksiyasının qrafiki absis oxunu ordinat oxunu B nöqtəsindən kəsir. Bu düz xəttdə absis oxunu C nöqtəsi kəsir. A və C nöqtəsindəki məsafəni soruşur. Aynen buranı soruşur da qəşəng. AB nə kəsir? Buranı verib. Qrafikini verib. Şolar bax bura 2-dir də. 2. Bax perpendikular olan. Perpendikularda nədir? Bura 90 dərəcədirsə. Uşaqlar yadınızda saxlayın. 90 dərəcədə bir xassəmiz var idi. K1 vur K2 nəyə bərabərdir? -1-ə. Düsturumuz nədir? K1 vur K2 bərabərdir -1. K1-imiz 2-dirsə K2-miz nə olur? -2-də 1. Tapdıq -2-də 1. Uşaqlar ilk olaraq bura nədir? 2-yə görə tapsaq, bura eləyir 2 olması üçün -6, müsbət 6. Tapdıq 6. 6 3-ə böləndə eləyir 2. Və buna görə buranı da böləndə nə tapmalıyıq? -2-də 1. Burada eləyir neçə? 12. A-dan C məsafəsini eləyir bizə 15. Modu kimi götürdük. Uşaqlar mənfini modu kimi götürdük. Məsafəni tapdıq. 15. K-mız nədir? Y bölü x-ə. Bu düsturdan istifadə edərək bu qiymətləri tapdıq. 169. Eyni tip məsələdir. Yenə perpendikular deyir. Perpendikulardır. Yenə K1 vur K2 bərabərdir -1-ə. Yəni K2-miz nədir? -2-də 1-ə. Bura -4 isə. Yəni bura bölək Y bölək -4 bərabər niyə 2? Y bərabər niyə -8? Müsbət 8 götürür. Modulda götürünəcək. Bura deyilir bizə nə verir? 8 bölək
2'də 1 bərabər nəyə? X-ə. Bu deyir x-də bərabər nəyə? 16. Müsbət 16 kimi götürdük. Bunu toplanda bizə verir nəyi? 20. Məsafənin soruşduğuna görə. Qaldı sualımız yox. Uşaqlar, kanalıma abunə olmağı unutmayın. Onlayn dərslərimizə qoşulmaq üçün 099 314 03 12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.